Təşəkkür edirəm Malik bəy. Bəli, bugün ilk dəfə bu təqdimatı dinləyən insanlar varsa aranızda, düşünürəm ki, hətta əminəm ki, bugünə qədər həyatınızın ən gözəl fürsətini dinləmiş olacaqsınız. Ona görə də tam diqqətli şəkildə dinləyin, dinləmək xatirinə deyil, əgər özünüzə dəyər vermisinizsə, zamanınızı ayırmışsınızsa, buradasınızsa, çox diqqətli şəkildə dinləyin və çayınızı, kofenizi, suyunuzu alıb sakit bir yerə çəkilin və qeydlərinizi alaraq bu webinarı dinləyin. Mən də əlimdən gəldiyi qədər bütün bilgilərimi aktarmağa çalışacağım. Mən sunum əsnasında suallarınızı yazarsınız, bitirdikdən sonra da suallarınızı cavablandıracağıq inşallah. PDF-i paylaşın və başlayaq. Deməli, bildiyiniz kimi proyektimizin adı Greenleaf'dir və bugün Greenleaf Business Plan təqdimatını eləyəcəyik. İnnovativ gəlir modeli ilə tanış olacaqsınız. Və bugün biz danışacağıq burada Greenleaf'in korporasiyanın özündən, korporasiya nədir, necədir, məhsullarından və qazanc planından danışacağım. İlk öncə Greenleaf'in xüsusi olaraq Greenleaf'dən danışmadan öncə ümumilikdə ənənəvi ticarət nədir, network marketing nədir, buna qısaca bir özət keçmək istəyirəm. Çünki bugün yəni çevrəmizdə tanıdığımız insanların 80-85%, hətta bəlkə 90-95% network çalışdığını düşünür. Əslində network çalışmır da, network çalışdığını düşünür. Hansısa bir şirkətdə qeydiyyatdan keçib. Amma bugün o insanların bir çoxuna soruşsan ki, nə iş görürsən, işin nədir, nə iş gördüyünü bilməyəcək. Adam qoşuram deyəcək, məhsul satıram deyəcək. Amma network marketing nədir, bunun bir tanıtımını edə bilməyəcək. Buna görə də qısaca bu haqda məlumat vermək istəyirəm. Bildiyimiz kimi bir var ənənəvi ticarət, bir də var digital ticarət, digital marketing, yəni network marketing. Ənənəvi ticarətdə bir iş görmək üçün bizə küllü miqdarda həm məbləğ lazımdır, böyük bir sərmayə lazımdır və həmin sərmayəni istifadə edərkən bizə bir obyekt, işçidir, digər vergisidir, kimi xərclər lazım olur. Bu böyük bir riskdir və bunu o sərmayə hər kəsdə yoxdur ki, bugün bir ticarət qursun özünə, bir biznes qursun özünə. Amma network marketingdə isə bu çox cüzi məbləğlərlə hər kəsin büdcəsinə uyğun məbləğlərlə mümkündür. Və burada qazanclar necədir? Ənənəvi ticarətdə qazanc nədir? Gedişat proses nədir? Network marketingdə proses nədir? Bildiyimiz kimi bir şirkət, yəni hər hansısa bir şirkət bir məhsul istehsal eləyir. Bu məhsulu istehsal eləyir. İstehsal etdikdən sonra bunu bir distribütörlər vasitəsilə paylayır, hatta elə deyək, topdan satıcılara paylayır və oradan marketlərə paylanılır və marketlərdən də müştərilərə çatdırılır. Təbii ki, bu əldən ələ keçən bir proses olduğuna görə bir məhsulun üzərinə hər kəs öz xərcini, əziyyətini qoyur və müştəriyə gəlib çatana qədər həm məhsulun dəyəri qalxmış olur, həm də müəyyən bir zaman itkisi olmuş olur. Və yəni bir misal çəkim sizə ki, hər birimizin bildiyimiz, çoxumuzun istifadə elədiyi iPhone telefonları var ki, bunun maya dəyəri, yəni bir telefonun istehsal olunması üçün maya dəyəri cəmi $10. Düşürün, $10 bir telefon istehsal olunur, yəni onun belə də istifadəsi üçün xam mal $10'dır, amma müştəriyə gəlib çatır həmin məhsul 3000, 4000, 5000 manata. Bu hələ Azərbaycanda belədir, dünyanın digər ölkələrində daha yüksək məbləğlərə də olmuş olur. Bu məbləğ görün hardan hara gəlmiş oldu. Amma network marketingin bir cümlə ilə tanıtımını etsək, network marketing istehsalçıdan istifadəçiyə birbaşa tövsiyə yolu ilə çatdırılma üsuludur. Bu cümləni hər birimiz öz adımız kimi əzbər bilməliyik. İşin nədir deyə soruşduqda network marketing deyirik və network marketing nə deməkdir bilməyənlər bunu soruşduqda bu cümləni avtomatik biz deməliyik. İstehsalçıdan müştəriyə
tövsiyə yolu ilə çatdırılma metodudur network marketing. Və bu arada olan xərclər ki var, həmçinin burada reklam xərcləri olur, mağazaların bitbolları olur və bu kimi xərclər olur ki, bunlar hamısı aradan qalxdığına görə ortada olan o xərclər biz distribütörlər arasında paylanılır. Yəni bizim də gəlirimiz buradandır. Çünki bir çox fikir də var bu haqda ki, deyirlər insan üzərindən pul qazanırsan, xeyr. Mən şirkətin reklam işini yerinə yetirirəm, mən şirkətin tövsiyə işini yerinə yetirirəm və bu kimi məsələlərə görə şirkət mənə ödəniş etmiş olur, həmçinin mənimlə yanaşı bütün distribütörlərə. Bu slayd həqiqətən çox önəmli bir slayddır. Buna çox diqqətli şəkildə özən göstərib öyrənmək lazımdır. Və nəyə görə Greenleaf? Bildiyimiz kimi dünyada və həmçinin Azərbaycanda network marketing üzrə bir çox şirkətlər fəaliyyət göstərir. Bu şirkətlər də müxtəlif sistemlər üzərinə qurulmuş şirkətlərdir. Bu haqda da bir təlimimiz var, sistemlər. Yəni network marketing yarandığı gündən bu günümüzə qədər sistemlər necə inkişaf edib, hansı sistemdə nə problem olub, digər sistem yaranıb. Bunlar haqqında da xüsusi təlimimiz var. Bunları da bilmək mütləqdir. Çünki hansı şirkətdə işləyirsən, o şirkətin sistemi nədir, hansı sistem üzərinə qurulub, bunu da bilməlisən. Və dediyimiz kimi bir çox şirkətlər var, amma mənfi nüansları çoxdur digər şirkətlərin. Biz nəyə görə Greenleaf-i seçmişik? Çünki Greenleaf-də digər şirkətlərdəki mənfi nüanslar aradan qalxıb. Digər şirkətlərdə gördüyümüz və bəyənmədiyimiz, kaş ki bu olmazdı dediyimiz məsələlər ki var, onların heç biri Greenleaf-də yoxdur. Nədir bunlar? Məsələn, hər ay məcburi aktivlik yoxdur. Yəni mən deyək ki, bir ay işləmişəm, bir ay əziyyət çəkmişəm, qeydiyyat eləmişəm, komanda qurmuşam və mənim ayın sonunda bir maaşım var, mən o qazancım var, onu götürməliyəm. Amma hansısa bir şirkət mənə deyir ki, sən filan qədər məhsul al ki, mən sənin maaşın qazancını verim. Niyə görə? Mən buna əziyyət çəkmişəm, işimi görmüşəm, sən məndən bu işi tələb eləmirsən, mən də işimi görmüşəm. Niyə görə mən təkrar maaş almaq üçün məhsul almaq məcburiyyətindəyəm? Əgər bir şirkət öz məhsulunun keyfiyyətinə, qiymətinə güvənirsə, məcburiyyət olmamalıdır ki, Greenleaf-də məcburiyyət yoxdur. Balların sıfırlanması yoxdur. Aylar boyu əziyyət çəkilir şirkətlərdə, komanda qurulur, ballar toplanılır. Ya ay sonu, ya da maksimum il sonu ballar sıfırlanır. Burada bu da yoxdur. Aradan qalxmış proseslərdən biridir. Karyeradan düşmə yoxdur. Yenə təkrar edirəm, əziyyət çəkmişəm, mən karyera qurmuşamsa, növbəti ay mənim hər hansısa bir problemim var, hər hansısa bir işimdə aktivlik göstərə bilməmişəmsə, mən niyə görə illərlə qurduğum karyeramı bir aya görə itirməliyəm? Şirkət bu məsələni aradan qaldırıb, karyera itkisi yoxdur. Bir dəfə qalxdığın karyerada ömürlük qalırsan. Tək qolu ilə qazanc mümkündür. Binar sistemlərində bildiyimiz kimi digər şirkətlərdə xətlər paralel şəkildə getməlidir ki, bütün qazanclardan yararlana bilək. Amma burada isə bir xəttin inkişaf eləyibsə, böyük bir komanda qurulubsa, digər xəttində passivlikdirsə, sən o bir neçə passiv insana görə bir çox aktiv insandan gələn qazancları itirmirsən. Bir xət üzrə belə qazanmaq mümkündür. Bunlar haqqında detallı şəkildə danışacağıq. 8200 çeşid təbii və ekoloji məhsullarımız var. Bildiyimiz kimi bir çox şirkətlər var, dediyimiz kimi və hər bir şirkətin də özünə məxsus məhsulları var. Amma o məhsullar ya qiymət baxımından qənaət bəxş deyil, ya da keyfiyyət baxımından təbii olmaması bizim o məhsulları almağımıza tövsiyə etmir, təşviq etmir. Burada 8200 çeşid məhsul var, daha artıq məhsul var və ekoloji təmiz məhsullardır. Rahatlıqla istifadə edə bilirik. Yüksək kəşfiyyat gəlirimiz var, alış-verişlərimizdən gəlir. İlk gündən endirim fürsətimiz var ki, digər şirkətlər deyir, hansısa bir faizə qalxmalısan, hansısa bir karyeraya qalxmalısan ki, faiz endirimi ala biləsən. Burada isə hansı seçimlə girməyindən asılı olmayaraq, başlamağından asılı olmayaraq ilk gündən endirim, 50% endirimimizi alırsınız. Keyfiyyət və kəmiyyət bir aradır. Çox ekoloji, təbii məhsullar, çox münasib qiymətə əldə etmiş oluruq. Beynəlxalq perspektiv var və həmçinin də kooperativ dəstək var. Buna görə biz Greenleaf-i
seçmişik. Və Greenleaf-in fərqi nədir? Bu boyda bu qədər dünya üzərində olan şirkətlər var. İstər Azərbaycanda olsun, olmasın. Onlardan fərqi nədir? Onlardan özəlliyi nədir Greenleaf-in? 52 milyard dollar büdcəyə sahib bir korporasiyadır. 52 milyard dollar. Bunu cılız bir rəqəm kimi düşünməyin. 52 milyard dollar. Yəni saya-saya bitirməyəcəyimiz bir məbləğdir. Bu nə deməkdir? Biz bunu nəyə görə vurğulayırıq? Çünki bir çox şirkətlər var, bir çox yeni şirkətlər yaranır, gəlir Azərbaycana və Azərbaycana yeni şirkət gələn kimi networkda olan insanlar hamısı toplanır, gedir o şirkətə ki, yenidir, binada yerimizi tutaq. Halbuki, yəni o səhvi bir dəfə mən də ömrümdə etdiyimə görə bunu mən şiddətli şəkildə vurğulamaq istəyirəm. Buna özən göstərmək lazımdır ki, yeni şirkətlərin yaranması və özünü bərpa etməsi, bazarda oturuşmuş olması yəni ortalama 5 il müddətindədir. Ya sən yeni bir şirkətlə əməkdaşlığa başlayırsansa, 5 il səbirli olmalısan. Bu şirkət tutacaqmı, tutmayacaqmı? Mən burada uğur qazana biləcəmmi, bilməyəcəmmi? Və yaxud da yəni bu proseslər necə gedəcək? Ya bunu gözə almalısan o şirkətlərlə əməkdaşlıq edərkən, ya da almamalısan, özvü qarantiya almalısan, elə bir şirkət seçməlisən ki, Azərbaycanda yenidir Greenleaf korporasiyası, Azərbaycanda yenidir, amma dünya üzərində artıq sözünü demiş bir korporasiyadır. 52 milyard dollar büdcə toplamış bir korporasiyadır. Bu da çox önəmli bir nüanslardan biridir. Bəli, Azərbaycana yeni gəlib, hər birimiz tələsirik ki, binarda yerimizi tutaq. Bu önəmli bir məsələdir binar sistemini bilənlər üçün. Amma hansı şirkətdə yerini tutursan, o yer daima sənindirmi və yaxud da 3 gündən sonra, 3 ildən sonra, 1 ildən sonra yerlə yeksan olacaqmı? Buna özən göstərmək lazımdır. 26 özəl brendi var korporasiyanın. 5 milyard dollar dəyərində brend dəyəri var. Yəni düşünün ki, bu korporasiya cılız bir şirkət deyil. Milyardlardan söhbət gedir burada. 3 şəxsi Ar-Ge istehsal zavodu var. Şəxsi nanotexnologiyalı laboratoriyalar var. Ən yeni texnologiyadır bildiyiniz kimi nanotexnologiyası. İnsan əli dəymədən məhsullar hazırlanır, istehsal olunur. 5000-dən çox özəl brend məhsulları var. 3600-dən çox servis mərkəzləri var dünya üzərində. Bu da o deməkdir ki, dünyanın istənilən yerindən komandanızı qura bilərsiniz. Dünyanın 40 ölkəsində rəsmi fəaliyyət göstərir. 40 ölkəsində, yəni illərlə fəaliyyət göstərən şirkətlər var ki, 3-5 ölkədən kənara çıxa bilmirlər. 40 ölkədə artıq rəsmi fəaliyyət göstərməsi böyük bir nailiyyətdir. Dünya üzrə 500 mindən çox tərəfdaşı var. Yəni Greenleaf artıq dünyaya yayılmış bir korporasiyadır. Beynəlxalq əməkdaşlıq edir Intercourse İtaliya və CRB İsveçrə ilə. Təbii ki, yəni binar deyirik, binar şirkətləri var Azərbaycanda və binar əslində insanlara çətin gəlir. Nəyə görə çətin gəlirdi bugünə qədər bu korporasiyanı bilmədən öncə? Çünki o şirkətlərin məhsulları, bir məhsulun qiyməti bahalı olurdu. Yəni orada bəli giriş paketləri var idi, qeydiyyat edirdin, binar qazanırdın, müəyyən dərəcədə referans qazanırdın. Amma yəni Azərbaycan kültürünə uyğun deyildi. Məsələn, bioloji biodabavkalar, bioloji əlavələr. Yəni onları biz gündəlik rasionumuzda istifadə etməyə alışmamışıq. Buna görə də binar digər şirkətlərdə çətin gedirdi. Çünki orada aylıq dövriyyə yox idi, aylıq satış yox idi. Sadəcə giriş paketlərindən qazancı olurdu. Bu da hardasa artıq Ponziyə girmiş olurdu. Ponziyə bənzəyirdi, belə deyək. Burada isə məhsul çeşidlərimiz gündəlik evdə istifadə elədiyimiz məhsullardır. Zaten Greenleaf olsa da olmasa da biz bu məhsulları məcbur şəkildə hər ay marketlərdən, mağazalardan alıb istifadə edirik. Amma Greenleaf kimi keyfiyyətli, bioloji, təbii məhsullar varsa ki, məhsullarımız nədir? Cialux İsveçrə markasıdır, Elit Kosmetika seriyasıdır. Dünyanın ən öndə gedən ölkəsidir Elit Kosmetika seriyası üzrə İsveçrə. iLife Çin məhsulları var, ekskluziv məişət məhsulları. Hər gün evdə istifadə elədiyimiz, məişətdə istifadə elədiyimiz məhsullardır. Kariç, Yaponiya unikal şəxsi gigiyena vasitələridir. Kardili, Yaponiya yenə də ev üçün ekoloji təmiz məhsullardır. Şanieri, Fransa, fransız elit şərabları və
bunu da burada qeyd eləməliyik ki, belə bir məhsul kateqoriyası var, amma müsəlman ölkələrində bu məhsulların satışına icazə vermir. Bu da bizim üçün diqqətə layiq bir məsələdir. Kabevin Fransa məhsullarıdır, zərgərlik məlumatlarıdır. Marvisia İtaliya markasıdır, geyimlər və aksesuarlar. Yəni geyim dedikdə İtaliya gözümüzdə canlanır hər zaman. Ən şık, ən cəlb edici geyimlər və təbii ki, Greenleaf də İtaliya ilə əməkdaşlıq etməli idi bir geyim üzrə, başqası mümkün deyildi. Nilrich Almanya brendidir, zənginləşdirilmiş qida məhsullarıdır ki, qida əlavələrindən bu markanın da yararlana bilirik. Bizim bildiyimiz kril yağı da həmin markaya aiddir. Deməli, Greenleaf distribütoru olaraq siz ekoloji və bioloji məhsullarla sağlamlığınızın qeydinə qala biləcəksiniz. Gündəlik istifadə etdiyiniz məişət məhsullarını daha münasib qiymətə əldə edə biləcəksiniz. Dediyimiz kimi, zaten bu məhsulları digər yerlərdən əldə edirdiniz, amma bugün Greenleaf'dən bu məhsulları daha münasib qiymətə əldə etmiş olacaqsınız ki, həmçinin də tərkibinə əmin olduğunuz bir məhsullardır. Məhsullar baxımından hər şey superdir, istifadə edirik, amma bizim burada tək məqsədimiz məhsula odaqlanmaqdırmı? Tək məqsədimiz məhsula odaqlanmaqdırmı? Xeyr, çünki biz burada gəlirli və əyləncəli pul səyahətinə çıxa bilirik. Yəni bir biznes səyahətinə, bir gəlir səyahətinə çıxa bilirik. Başlayırıq artıq. Buradan biz necə pul qazanırıq, nə qədər pul qazanırıq, hansı kateqoriyalar var bu haqda danışmağa. Qazanc növlərimiz 16 növ qazanc növü var Greenleaf'də. Yəni heç bir korporat bir şirkətdə olmayan qədər qazanc növü var. Burada isə sadəcə 13 dənəsini qeyd eləmişik və 13-ü haqqında da ətraflı danışmayacağıq. Çünki bu bir uzun prosesdir. İlk başda sadəcə sizə gərəkli olan əsas qazanclar haqqında danışacağıq. Nədir bunlar? Pərakəndə qazancdır, cashbackdir, referans qazancıdır, binar qazancıdır, xət bonusudur ki, Greenleaf'i ilk dəfə dinləyənlər xət bonusunu networkda ilk dəfə eşitmiş olacaqsınız. Müştəri bonusudur, sponsor müştəri bonusudur, karyera qazancıdır, matching bonusudur, maaş, səyahət, avtobonus, ev və maşın bonusu. Başlayırıq ilk qazancımız pərakəndə qazanc. Bu, networkda olan hər kəsin bildiyi bir qazanc növüdür. Məhsulları endirimlə alıb kataloq qiymətinə satmaq. Amma burada da Greenleaf öz fərqini qoyub ortaya. Çünki bayaq qeyd elədiyim kimi heç bir şirkətdə 50% endirim yoxdur. Siz buradan bütün məhsulları aylıq 50% endirimlə əldə etmiş olacaqsınız. 100 manatlıq məhsul seçdinizsə cəmi 50 manat ödəniş edəcəksiniz və 50 manat ödədiniz, 100 manatlıq məhsulu aldınız və bunu pərakəndə satış olaraq eləyə bilərsiniz. Təkrar 100 manata sata bilərsiniz. Oradan sizin 50 manat qazancınız olmuş olar. Digər qazancımız cashbackdən danışaq. Cashback nədir? Bizim şəxsi alış-verişlərimizdən hər məhsulun öz PV dəyəri var. Digər şirkətlər bal deyir məsələn ki, hər məhsulun öz balı var, öz PV dəyəri var. Aldığımız, yəni bir ay ərzində aldığımız məhsulların PV dəyərinin 10% cashback-i sizə qayıtmış olur. Deyək ki, ay ərzində 100 PV-lik alış-veriş elədiniz, şəxsi olaraq öz profilinizdən alış-veriş elədiniz və onun 10%-i, yəni 10 dolları bir PV, 1 dollar deməkdir Greenleaf valyutasında. Yəni 17 manat sizin nəqd şəkildə növbəti ayda hesabınıza köçmüş olur. Həm 50% endirim, üstəlik 10% cashback bu biznes qurmayan insanlar üçün böyük fürsətlərdən biridir. Və bizim burada paketlərimiz var ki, bu paketlərdən hər hansısa birini əldə edib işə start vermiş olursunuz. Qeyd edirəm ki, bu paketləri siz aylıq almırsınız, illik almırsınız, ömürdə bircə dəfə. Ömrünüzdə bircə dəfə öz məqsədinizə və öz büdcənizə uyğun bir paket seçirsiniz, işə start verirsiniz. Paketlər haqqında növbəti slaytda ətraflı danışacağım. Burada isə voucherlər haqqında danışmaq istəyirəm. Voucher nədir? Ən yüksək paketimiz Korona paketidir ki, 15.000
PV voucher verir bizim 15.000 voucher verir bizim hesabımıza. Brilliant paket 7.500, platin paket 2.500, qızıl paket 1.500, gümüş 1000 voucher ve bürünç 500 voucher koyuyor bizim hesabımıza. Voucher nedir? Voucher online valutamız demektir. Yani şirket sizin hesabınıza pul koyur deyə bilərik. Bu pulu siz nağdlaşdıra bilmirsiniz, sadece alışverişlerinizde istifadə edə bilirsiniz. Mesela buna bir kısaca aydınlanma getirmək istəyirəm. Greenleaf'in iki çeşit məhsulları var. Bir indirimli məhsulları var, bir voucherli məhsulları var. Bir PV'den yukarı olan məhsullarımız, bir PV daxil daha yukarı olan məhsullarımız indirimli məhsullardır. Bir PV'den aşağı məhsullarımız voucherli məhsullardır. Ne demektir bu? Deyək ki, bir 10 manatlıq məhsul aldım. Bu məhsul bir PV'den yukarıdır. Mən onun 5 manatını ödəyirəm. İndirimli olduğuna göre bir PV'den yukarıdır deyə indirimdədir. Mən onun 5 manatını ödəyirəm. 10 manatlıq məhsulu 50% indirimlə götürmüş oldum. Eğer həmin məhsul bir PV'den aşağıdırsa, o zaman o məhsul voucherli məhsuldur deməkdir. Voucherli məhsullarda isə yenə də 10 manatlıq məhsulun 5 manatını mən ödəyirəm. 5 manatını isə şirkətin mənim hesabıma qoyduğu puldan ödəyirəm. Yəni voucherlərimizdən ödəyirəm. Bu deməkdir ki, yenə mən o məhsulu 50% indirimlə götürmüş oldum. Çünki o pul mənim pulum deyil, o pulu şirkət mənim hesabıma qoyub 50%'ində mən oradan ödəmiş oluram. Yenə də məhsulu 50% indirimlə götürmüş oluram. Olarak siz bütün avantajlardan ve bütün biznes imkanlarından yararlanmak için sadece ömürde bir defa şirketin size teklif ettiği paketlerden birini öz bütçenize ve öz məqsədinizə uygun seçip alırsınız. Neye göre bunu ben belə yazmışam? Çünkü kimisinin məqsədi biznes kurmaqdır, kimisinin məqsədi sadece məhsul alışverişi etməkdir və yaxud da biznes kurmaq istəyir, amma bütçəsi zəifdir. O zaman həm bütçənə, həm məqsədinə uygun bir paket seçip işe start verə bilirsən. Yolun ortasında, yani deyək ki, hər hansı bir paketi seçdin, yolun ortasında müəyyən bir yol qət eləmişsən, paketin dəyişdirmək haqqında var. Yəni qərarı dəyişdirdikdə paketi dəyişdirmək haqqında var. Referal qazancı, növbəti qazancımız referal qazancıdır. Referal qazancı 5% verir şirkət və PV'nin 5%. Yəni sənin burada cəmi işini qurmağın üçün öz qazanc sistemini, biznes sistemini qura bilməyin üçün sənin cəmi 2 referansının olması kifayətdir başlanğıcı üçün. Yəni 2 aktiv partnera ehtiyacın var, belə deyək. Amma minimum 2 nəfər deyirik. Sən daha çox insanla partnerluq eləmək istəyirsənsə, bu da sənin seçimindir. Sənin nə qədər bu Greenleaf'ə tövsiyə edəcəyin insanlar olarsa, onların aldığı paketin, hansı paketi seçiblərsə, həmin paketin PV dəyərinin 5%-i sənin nağd qazancındır. Eğer korona paketini tövsiyə etmisənsə 133 manat 20 qəpik, platin paketini tövsiyə etmisənsə referal qazancı olaraq 22 manat 20 qəpik və yaxud da ən minimum bürünç paketini tövsiyə etmisənsə 55 PV'nin 5%, yəni 4 manat 40 qəpik referal qazancı əldə etmiş olursan, sonsuz sayda referal ala bilirsiniz və hər birini öz kodunuzla qeydiyyatdan keçirə bilirsiniz. Çünkü binar üçün bu da önemli meselelerden biridir diye bunları vurgulamak istəyirəm. Digər şirketlerle müqayisə ederek izah etmeye çalışıram. Binar qazancı bizim növbəti qazancımızdır. Binar qazancında hər bir paketdə bizim qazancımız var. Digər referal qazancında minimum paketlerde referal qazancı yoxdur. Onu unuttum deməyi tekrar vurgulamaq istəyirəm. Referal qazancı başlayır platin paketdən yuxarı, yəni 275 PV'dən yuxarı. Binar qazancı isə bütün paketlərimizdə mövcuddur. Amma təbii ki, kiçik məbləğdə az faiz, böyük məbləğdə yüksək faiz verir binar qazancı olaraq. Korona paketini tövsiyə etmisənsə, binardan 15% kazanırsan, yəni sən özün korona paketindəsənsə, belə deyək, binardan 15% kazanırsan, brilliant paketindəsənsə 12%, platin paketindəsənsə 10%,
Qızıl paketdəsənsə 7%, gümüş paketdəsənsə 6%, bürünc paketdəsənsə 5% binar qazancını əldə etmiş olursan. Bunu nəyə görə şirkət belə faizlər qoyub? Çünki kimisi bayaq qeyd elədiyim kimi məqsədinin bugün satış olduğunu düşünür və yaxud da öz ehtiyaclarını almaq olduğunu düşünür. Amma işə başladıktan sonra qərarını dəyişir və düşünür ki, yox, mən bugün 5% binar alıramsa, niyə görə mən 10% almayım və yaxud da niyə görə 15% almayım? Bu zaman paketini yüksəldir və binar faiz dərəcələrində artırmış olur, mümkündür. Və binar qazancında mən bir neçə məsələyə toxunmaq istəyirəm. Yenə də digər şirkətlərdə, digər binar şirkətlərində çalışan insanlar üçün bunu vurğulamaq istəyirəm. Çünki bu barədə mən bir video çəkməyi də düşünürəm, önəmli məsələdir. Digər şirkətlərdə binar qazancını ala bilməyimiz üçün təbii ki, binar bilirik ikili sistem deməkdir. Hər iki tərəfdə şəxsi referansımızın olması mütləqdir ki, binar qazancı açılsın. Və hər iki tərəfdə referansımız varsa, bu bizim işimizi biraz çətinliyə salmış olur təbii ki. Amma elə bir sistemin var ki, məsələn, sənin bir xəttin inkişaf eləyir və bir xəttin o xəttinə baxmağı, ora qeydiyyat eləmək, ora referans vermək məcburiyyətinə deyilsən. Sadəcə digər xəttinə referans verməklə belə, yəni bir xəttində referansının olması belə kifayətdir ki, sən binar qazancını və həmçinin digər slaydda izah edəcəm, xətt qazancını da, xətt bonusunu da ala bilirsən. Sadəcə bir xəttinə qeydiyyat eləməklə belə. Və binar qazancını burada mən bir həndəsi silsilə ilə izah eləmək istəyirəm. Baxın dostlar, bir dənə bu cədvəli anlamağımız kifayətdir. Bir dənə buradakı rəqəmləri mənimsəməyimiz kifayətdir. Bu rəqəmlərə diqqətlə baxın. Buradakı sadəliyi, yəni binarı gözünüzdə çox böyütməyin, çətinləşdirməyin. Əslində çox sadə bir sistemlə çox böyük məbləğlər əldə edəcəyinizi mən sizə izah eləməyə çalışıram. Çünki yəni digər slaydlarda faizlə danışıram, amma burada rəqəmlərlə, sırf qazanclarla sizə bir öngörü göstərməyə çalışıram ki, nə etməklə nə qazanmaq mümkündür. Baxın dostlar, sadəcə özün platin paketdəsən. Bu cədvəli platin paket üzərindən izah eləyəcəm. Platin paket 720 manatlıq paketdir. Sən özün platin paketdəsən və sadəcə bir sağına, bir soluna sən platin paketlə tövsiyə eləmisən, qeydiyyat eləmisən. Bu zaman sənin sadəcə binar qazancından danışacağım. Sadəcə binar qazancın 44 manat 41 qəpik olur. Yəni, belə düşünək, sən özün bugün qeydiyyatdan keçdin və 15 gündən sonra bir nəfəri və digər 15 gündən sonra bir nəfəri sadəcə qeydiyyat elədin. Mümkündürmü? Mümkündür və hətta çox asandır. Çünki 15 günə bir insana tövsiyə eləmək əslində çox asan bir prosesdir. Bu ay sən birinci ayda sən 2 nəfərinə tövsiyə etdin, 44 manat pul qazandın. Birinci ay üçün düşünə bilərsən ki, azdır, 44 manat nədir ki, sadəcə binar qazancından söhbət gedir. İkinci ay sənin işin nədir? İkinci ay sənin işin odur ki, sən sağındakı bir nəfərə, o da dəstək olmalısan, kömək olmalısan ki, o da öz 2 nəfərini dəvət eləsin. Və solundakı bir nəfərə də yenə də dəstək olmalısan, kömək eləməlisən, işi öyrətməlisən ki, o insan da öz 2 nəfərini dəvət eləsin. Bu zaman sənin sağında 2 nəfər, solunda 2 nəfər olmuş olur və sən 88 manat 82 qəpik pul qazanmış olursan. Və 3-cü ayda yenə də sən öz komandandakı insanlarla, yəni burada günəş sistemi deyil, unilevel sistemi deyil ki, biz davamlı olaraq bu işə referanslar alaq. Bizim məqsədimiz öyrədərək pul qazanmaq deməkdir, qazandıraraq qazanmaq deməkdir. Mən sadəcə 2 nəfərimə pul qazandırdıqda mənim də qazancım artmış olur zaten. Ona görə də fokuslanırıq komandamıza, özümüzə yox, komandamıza fokuslanırıq və sağımızdakı 2 nəfərə də işi öyrədirik. Onlar hərəsi öz 2 nəfərini dəvət elədikdə, digər 2 nəfər də öz 2 nəfərini dəvət elədikdə artıq komandamızda 4 insan olmuş olur və bu zaman 177 manat 65 qəpik pul qazanmış oluruq. Təbii ki, o insanlar da 88 manat 82 qəpik qazanmış olurlar. Yəni, hər kəs qazanır burada, tək üst lider qazanmır. Və bu, həndəsi silsilənin gücüdür binar sistemindəki. Sadəcə bu rəqəmləri anladıqda, yəni mən özüm binarı ilk dəfə dinlədikdə, binar sistemini ilk dəfə dinlədikdə, mənim gözümə yuxu getməmişdi ki, mən bu sektordayamsa, mən network marketingdəyəmsə, mənim əgər öz güvənim varsa, potensialım varsa, bacarığım varsa, həvəsim varsa, məqsədim varsa,
Mən nəyə görə binarda olmamalıyam? Çünki 2 nəfərlə böyük gəlirlər əldə etmək mümkündür. Bunu sadəcə anladıqda gözünüzə yuxu getməyəcəyinə mən sizə garanti verə bilərəm. Və 12 ayın nəticəsində nə baş verir? Hər ay qazancınız növbəti aya nisbətən 2 qat artmış olur və bu zaman 12-ci ayda siz 90.950 manat pul qazanmış olursunuz. 12-ci ayda və 12 ayın cəmində isə 180 mindən çox pul qazanmış olursunuz. Və burada bir məsələyə də diqqət yetirməyə istəyirəm ki, bu qazanclar sadəcə binar qazancındandır, amma 12-ci ayın sonunda 2048 nəfər sağda, 2048 nəfər solda olmuş olur və bu insanlardan sadəcə 2 nəfəri sənin şəxsi referansın olmuş olur və 2048 nəfərin varsa bir tərəfində, demək ki, sən artıq menecer karyerasını, baş menecer və direktor karyerasını ən az bağlamış olursan və binar qazancından 180 min qazanmısansa, digər sadalayacağın bütün qazancların cəmində sənin ən az aylıq bir 10 min dollara yaxın, ən az minimum deyirəm, 10 min dollara yaxın gəlirin olmuş olur. Yəni 180 aylıq deyirəm, aylıq ən az 10 min dollar arası əgər direktor karyerasını bağlamısansa və bu rəqəmlər sənin direktor karyerasını bağladığını göstərir. Direktor bəlkə də baş direktor da deyə bilərik. Çünki 160 nəfərlə menecer karyerasına bağlamış oluruq. Burada isə 2048-dən söhbət gedir. Çox asan bir sistemdir dostlar. Həqiqətən də sadəcə fokuslanmaq lazımdır. Binarımızı qurmaq lazımdır. Sistemimizi qurmaq lazımdır və qazandırmaq lazımdır. Yenə təkrar edirəm, burada bizim məqsədimiz öz qazancımız deyil, insanları qazandırmağı düşünürük. Bugün mən burada çıxış eləyirəm, bizimlə əməkdaşlıq edən insanları qazandırmaq üçün və bundan sonra da bunu davam edəcək. Bugün yeni başlayan insanları da qazandırmaq üçün biz bunları silsilə olaraq eləyəcəyik. Təbii ki, ağlı lider başa düşür ki, qazandırdıqca qazanırıq zaten biz də. Buna görə də əsas fokuslanmalıyıq komandadakı insanları qazandırmağa. Həm pul qazanmış oluruq, həm də insanların duasını qazanmış oluruq. Nə xoş bizə. Və növbəti qazancımız xət bonusudur. Bugünə qədər binarda, ümumiyyətlə networkda eşitmədiyimiz bir termin idi xət bonusu. İlk dəfə Greenleaf'də mən tanıdım, bildim bu xət bonusu haqqında. Xət bonusu odur ki, digər şirkətlərdə, binar şirkətlərində bir sağ, bir sol qeydiyyatımız varsa, sadəcə referans və binar qazancını almış oluruq. Əgər o da hər ikisi mənim referansımdırsa ala bilirəm. Əgər hər ikisi mənim deyilsə, nə referans ala bilirəm, nə binar ala bilirəm. Burada isə sənin şəxsi dəvətlin olsa da, olmasa da, həm binar almış olursan, həm xət bonusu almış olursan. Necə? Çünki xətt olaraq nəyi nəzərdə tuturuq? Birinci xəttimizdə bir sağ, bir sol insan var, yəni 2 nəfərimiz var. İkinci xəttimizdə 4 nəfər, üçüncü xəttimizdə 8, 16, 32 olaraq 2 qat olaraq artır. Xətlərimiz bu deməkdir. Və xət bonusu sonsuzdur. Binar kimi xət bonusu da sonsuzdur. Sonsuz dərinliyə qədər binar və xət bonusunu paralel olaraq almış olursunuz. Amma burada da mən bir məsələyə önəm vermək istəyirəm, diqqət yetirməyinizi istəyirəm. Çünki mən ilk dəfə bu təqdimatı dinləyəndə xət bonusu haqqında heç bir məlumatım yox idi deyə, orada elə başa düşmüşdüm ki, ikinci xəttimdə 4 nəfər insan olmalıdır, 4-ü də tamamlanmalıdır ki, mən xət bonusunu ala bilim. Və yaxud da 3-cü xəttdə 8 nəfər olmalıdır, 8-i də tamamlanmalıdır deyə xət bonusu ala bilərəm kimi düşünmüşdüm. Amma təbii ki, bu bir çətin prosesdir. 3-cü xəttimizdə 8 nəfər insan var, bəlkə 7-si işləyir, biri işləmir. O birinə görə xət bonusu ala bilməyəcəmi deyə düşünmüşdüm. Amma bu qətiyyən belə deyil, daha asan bir versiyada. Sağımızda istənilən xəttdə, istər 100-cü xəttiniz olsun, 1 milyon insan olmuş olsun hər tərəfinizdə. O 1 milyondan sadəcə bir nəfər lazımdır. Sağınızda bir nəfər, solunuzda bir nəfər varsa, siz davamlı olaraq, yəni hər xəttinizə görə xət bonusunu almış olursunuz. Nə qədərdir xət bonusu? Korona paketdə 710 manat, brilyant paketdə 387 manat, platin paketdə 142 manat və minimum bürünc paketdə 25 manat 80 qəpik xət bonusunu almış oluruq. Təkrar edirəm, suallarınız yaranırsa qeyd edin, sonda bütün suallarınızı cavablandıracağıq inşallah. Xət bonusu da dediyimiz kimi Greenleaf'də aldığımız bir
bonusdur, bir mükafatdır. Bu da şirkətin bir premiyasıdır deyə bilərik. Aylıq premiyalar verir şirkət, illik premiyalar verir. Bu da günlük premiyadır ki, sağında bir nəfər, solunda bir nəfər varsa, sən bu premiyanı ala bilirsən. Çünki binarı tamamladın deməkdir. Binarla yanaşı bu mükafatı, bu premiyanı da bizə verir və qeyd edeyim ki, referans bonusu, binar qazancı, bir də xət bonusu gündəlik qazanclardır. Yəni bugün bu işi gördünsə, sabah bu pul sənin hesabındadır və sabah səhər yuxudan oyandıqda artıq pulu hesabında görmüş olursan və istədiyin zaman həmin pulu nağdlaşdırıb kaşlofuna qoya bilirsən, rahatlıqla xərcləyə bilirsən. Gündəlik qazanclardır, ay sonunu gözləməyə ehtiyac yoxdur. Növbəti qazancımız müştəri bonusu. Müştəri bonusu da bayaq Zoom-un əvvəlində qeyd elədiyim kimi, digər şirkətlərdə binar sistemində məhsullar baha olduğuna görə və gündəlik məişətdə istifadə etmədiyimiz məhsullar olduğuna görə orada sadəcə giriş paketlərindən referans binar qazanmaq mümkündür. Burada isə gündəlik məişətdə istifadə elədiyimiz, bizə gərəkli olan keyfiyyətli, ucuz məhsullar olduğuna görə istər-istəməz burada hər kəs öz ehtiyacını alır. Üstəlik endirim də var, cashback də var. Mən nəyə görə gedim marketdən alım? Yəni, buradan rahatlıqla məhsullarımı alıram. Və bu zaman nə baş verir? Bu zaman müştəri bonusları artıq toplanmış olur. Yəni, sənin komandanda artıq insanlar alış-veriş eləyirlər, heç bir məcburiyyət hissi duymadan insanlar alış-veriş eləyirlər və orada PV-lər yığılır. Bu zaman səndən yaranmış komanda, səndən, yəni sən bir nəfəri dəvət eləmirsən, o öz iki nəfərini, o öz iki nəfərini bu şəkildə səndən yaranmış komandada insanlar nə qədər alış-veriş edərlərsə, bir ay ərzində toplanır və növbəti ayın 10-una qədər müştəri bonuslarını əldə etmiş olursan. Birinci dərinlikdən 5-ci dərinliyə qədər 4%. Bu dərinlik nə deməkdir? Mən bir nəfəri dəvət elədim, o mənim birinci dərinliyimdir. O bir nəfər, iki nəfəri dəvət elədi, o mənim ikinci dərinliyimdir. O iki nəfər öz iki nəfəri dəvət eləyəndə o mənim üçüncü dərinliyimdir. Bu şəkildə dərinliklər 50-ci dərinliyə qədər şirkət bizə pul verir. Yəni bunu da bir yenə gözümüzdə canlandıraq. Qeyd elədiyim kimi, Zoom-un əvvəlində qeyd elədiyim kimi, sadəcə dinləmək xatirinə dinləməyək, dediklərimi, danışdıqlarımı, göstərdiklərimi gözümüzdə canlandırmağa çalışaq, vizyonumuzu açaq, görünməyəni görməyə çalışaq. Yəni 50-ci dərinliyə qədər düşünün ki, orada milyardlarla insan var. Milyardlarla, yəni 12 dərinlikdə bayaq 2048 nəfəri saydımsa, 12 dərinlikdə 2048 nəfər. Bunu 50 dərinliyə qədər düşünün. Orada milyonlarla insan var ki, hər bir insanın alış-verişindən sizə şirkət müştəri bonusu hesabınıza oturtacaq və ümumilikdə 50-ci dərinliyə qədər 8,5% gəlir əldə etmiş olursunuz. Bu da yenə də bunu faizlə deyil, rəqəmlərlə, manatla izah eləmək çalışsam, o deməkdir ki, düşünün ki, komandanızda 500 insan var, səndən yaranmış bir komandada 500 insan var və 500 insanın hərəsi sadəcə ayda 20 PV-lik alış-veriş edərsə, ortalama 100-150 manat civarındadır. Ki bunu dediyimiz gibi zaten edirik. Bu zaman 10.000 PV olmuş olur komandanda və 10.000 PV-nin 8,5%-i 850 PV deməkdir, yəni 850 dollar deməkdir. Manata çevirdikdə 1440 manat deməkdir. Yəni çox böyük bir rəqəmlərdən söhbət gedir burada və 50-ci dərinliyə qədər dedikdə bu 51-də dayanacaq demək deyil. Düşünün ki, sizin 40-cı dərinlikdə, yəni komandanız qurulub, stabil olaraq inkişaf eləyir və artıq sənin 40-cı dərinliyindəsən və yaxud da 30-cu dərinliyindəsən, bir nəfər yenə səninlə əməkdaşlıq etmək istəyir, sən onu 30-cu dərinliyinə qeydiyyat edirsən. Öz kodunla qeydiyyatdan keçirdiyinə görə o sənin yenə də birinci dərinliyin hesablanmış olur və ondan təkrar 50 dərinlik aşağıya açılmış olur. Müştəri bonusları bu korporasiyanı digər məhsul sevən insanlar üçün də əlçatan eləyib. Çünki dediyim kimi, binar çox insana çətin gələ bilər ilk başda və yaxud da mən biznes qurmaq istəmirəm, mən məhsul aşiqiyəm deyən insanlar var ki, məhsulumu alım, satım, komanda qurmaq mənlik deyil deyən insanlar var. Onlar da rahatlıqla müştəri bonuslarından və həmçinin endirim və kəşfiyyətlərdən yararlanıb qazanclarını əldə edə bilirlər.
Növbəti qazancımız sponsor müştəri bonusudur. Bu, Faiq bəyin dediyi kimi müftəxar bonus deyə bilərik biz buna. Nə deməkdir bu? Digər şirkətlərdə çalışarkən Greenleaf mənim 3-cü iş yerimdir, belə deyək. Belə deyim, insanlar soruşurdular məndən ki, yaxşı, mən əməkdaşlığa başladım səninlə, amma heç bir şey etməsəm nə qazanacam? Adam dəvət eləmək istəmirəm, məhsul almaq istəmirəm. Nə qazanacam deyən insanlar var idi. Təbii ki, onlara hər zaman deyirdim ki, heç nə etmədən heç nə qazana bilməyəcəksən əlbəttə ki. Amma Greenleaf bizi yanıltdı. Heç nə etmədən belə qazanmaq mümkündür sponsor müştəri bonusuyla. Zoom'un əvvəlində dediyim kimi, binarda yer tutmağın önəmini zaten bilirik biz. Binarda yerini tutdunsa, qeydiyyat oldun və işləmədin, heç bir aktivlik göstərmədin. Amma səndən sonra səni bu şirkətlə əməkdaşlığa dəvət edən insan işləyir, aktivdir, dayanmır, bütün gününü sərf edir. Çünki məqsədi var bu insanın, böyük hədəfləri var. Və səndən sonra başqa bir insanı qeydiyyat edir. İstər-istəməz binar ikili xətt olduğuna görə, yəni bizim 3-cü, 5-ci, 10-cu xəttimiz yoxdur. İstər-istəməz bütün qeydiyyatlarımız alt-alta yazılmış olur və bu da sənin sisteminə düşmüş olur. Və sponsorunun səndən sonra qeydiyyat elədiyi o insan səndən sonra qeydiyyat elədiyi o insan böyük bir komanda qurur. Yəni, bu sənin sponsorundan yaranmış bir kütlə olmuş olur. Bu zamanda sən 1-ci dərinliyindən 50-ci dərinliyə qədər həmin komandadan, həmin insanla yaranmış komandadan 50 dərinliyə qədər 0,5% gəlir əldə etmiş olursan. Bu əslində yaxşı bir qazancdır. Xanım yazıb ki, bu yığışdırılsa yaxşı olar. Amma bu yaxşı bir qazancdır. Nəyə görə? Sən bir insanı qeydiyyat elədin və pasiv qaldı, amma sən işləyirsən. Və bir müddətdən sonra o insana xəbərdarlıq eləyirsən. Sən aç sistemini bax deyəcəksən. Sənin sistemində artıq yüzlərlə insan var və sənin sistemində artıq minlərlə PV var. O PV-ləri yararlan deyəcəksən. O PV-lər sənin üçün pul deməkdir deyəcəksən. Və o da açıq baxdıqda bəli, həqiqətən də bunların var olduğunu görəcək və artıq onda bir həvəs yaranacaq. Çünki o PV-lər heç vaxt sıfırlanmır. 1 ilə həmin insan ayılmasa, 2 ilə ayılmasa, 5 ilə alınmasa, nə zamansa ayılacaq və o PV-lər heç vaxt oradan sıfırlanmadığına görə və bir gün o insan aktivləşəcək. O insan da o PV-ləri pula çevirib götürmək istəyəcək. Ona görə əslində bu yaxşı bir fürsətdir. Karyera bonusu nə deməkdir? Burada hər hansısa bir karyeranı açırsansa, sabahsı günü sənin hesabına müəyyən bir pul mükafatı köçmüş olur. Məsələn, ilk karyeramız menecer karyerasıdır. Menecer karyerasında nə etmək lazımdır? Sənin sağında və solunda 44.200 PV olması lazımdır. 44.200 PV tək sənin qeydiyyatlarından deyil və yaxud da tək qeydiyyatlardan deyil. Sənin qeydiyyatların paket girişləri, belə deyək, giriş paketləri, sənin qeydiyyatından yaranmış insanlardan, yəni səndən yaranmış komandadan nə qədər giriş paketləri, satış paketləri olacaqsa, hər birinin cəmi toplanır. Üstəlik, sənin sponsorundan, bayaq izah elədiyim kimi, səndən sonra qeydiyyat elədi, sənin sisteminə düşdü və o insan orada bir komanda qurdu. Onların giriş paketləri, PV-ləri hesablanır və üstəlik, alış-verişlər, dediyim kimi, hər insan buradan 20-25 PV, 1 PV belə alış-veriş edirsə, onlar da cəmlənir və müəyyən bir zaman ərzində 44.200 sağında və 44.200 solunda PV yarandıqda sən menecer karyerasını tamamlamış olursan və sabahsı günü 1700 manat nəqd pul mükafatını almış olursan. Bu, bir dəfə alacağımız mükafatdır. Yəni, menecer bir dəfə olursan və bir dəfə bunu alırsan. Amma davamlı olaraq bundan sonra sən maaş da alacaqsan, bunu da izah eləyəcəm. Matching qazancı nədir? Matching qazancı da mənim binar sistemində çox sevdiyim qazanclardan biridir. Çünki bayaq vurğuladığım kimi biz burada öyrədərək qazanmağı seçmişik, insanları qazandıraraq qazanmağı seçmişik və biz insanlara nə qədər çox qazandırarıqsa, zaten həmin insanlar komanda qurur və binarımıza təsir edir, qazanmış oluruq. Üstəlik, onların qazancından da müəyyən bir məbləğ miqdarı, danışacağım bu haqda, onlardan tutmadan şirkət bizim hesabımıza köçürtmüş olur. Məsələn, bunu mən necə izah edeyim sizə? Bugün düşünün ki, 5 oktyabr müəllimlər günüdür, düzdürmü?
Müəllimlərə nəzər salaq. Müəllimlər yüzlərlə insana, yüzlərlə uşağa, şagirdə dərs deyirlər, şeylər öyrədirlər və o uşaqlar böyüyür. Gələcəkdə kimisi biznesmen olur, kimisi həkim olur, kimisi müəllim olur, kimisi prezident olur. Yəni düşünün ki, dünyada olan prezidentlərin belə vaxtı ikən müəllimi olub, düzdürmü? Amma bugün o prezidentin, bugün o biznesmenin, bugün o həkimin, müəllimin öz müəlliminə, məktəb vaxtı dərs dediyi müəlliminə heç bir xeyri yoxdur. Yəni düşünün ki, sən bir müəllimsən və sənin sinifində 20 nəfər uşaq var. Və bu 20 nəfər uşağa sən dərs deyirsən, onlara öyrədirsən və o 20 uşaq gedir, hərəsi bir sahədə işləyir. Və onların işinə görə dövlətdən ki, maaş alırlar, o maaşdan müəyyən bir məbləği dövlət sizin hesabınıza köçürdür. Necə gözəl olardı, düzdürmü? Amma bu təəssüf ki, yoxdur, mümkün deyil. Həyatda, yəni bildiyimiz işlərdə bu yoxdur, amma network marketingdə bu var. Nə qədər çox insana öyrədərsənsə, nə qədər çox insana pul qazandırarsansa, bir ömür boyu şirkət səni unutmur. O insanlar nə qədər pul qazanacaqlarsa, sadəcə binar qazancından danışıram. Nə qədər binar qazancını qazanacaqlarsa, onların qazancının 2%-ni şirkət sənin hesabına köçürtmüş olur. Düşünün. Məsələn, sənin bir il ərzində bir komanda qurmuşsan və sənin şəxsi 10 referansın var. Sənin 10 referansının 10 referansı var. Bu 100 nəfər deməkdir. Həmin 100 nəfərin 10 referansı var. Bu 1000 nəfər deməkdir. 1000 nəfərin 10 referansı var. Bu 10.000 nəfər deməkdir. 10.000 nəfərin də 10 referansı var. Bu da 100.000 nəfər deməkdir. 5 dərinliyə qədər saydım mən. Komandanda 100.000 nəfər insan var. Və hər birinin qazancı var. Deyək ki, gündəlik biri 100 manat qazanır, biri 100.000 dollar qazanır, biri 1000 dollar qazanır. 100.000 insanın qazancının 2%-i sənə gəlir. Bunu düşün, xəyal et bunu. Gör burada hansı rəqəmlərdən söhbət gedir. Və dediyim kimi, həm o insan 100.000 dollar qazandığına görə sənin vəsilə olduğun üçün sənə dua edir, həm də onun hesabına dəymədən, onun puluna dəymədən, onun pulunun 2% qədərini də şirkət sənin hesabına köçürtmüş olur. Menecer karyerasında 5 dərinliyə qədər alırıq, baş menecer karyerasında 6 və direktora qədər artıq 14 dərinliyə qədər açılmış olur. Yəni 14 dərinliyə qədər, mən bayaq 5 dərinliyə qədər 100.000 nəfər saydım, 14 dərinliyə qədər düşünün ki, orada nə qədər bir insan kütləsi var və hər birindən sən 2% matching qazancını əldə etmiş olacaqsan. Çox gözəl qazanclardan, yəni sevdiyim qazanclardan biridir. Və artıq sən menecer olduğuna görə hər ay sən davamlı olaraq maaş almış olursan. Şirkətin ümumi gəlirinin dünya üzərindən nə qədər şirkətin satışı varsa, gəliri varsa, onun 3%-ni bir hovuza yığır, belə deyək, və növbəti ayın 10-una qədər 3%-i nə qədər menecerləri varsa, həmin ay şirkətin, kooperasiyanın nə qədər menecerləri varsa, həmin menecerlər arasında bölür. Yəni, bu bir standart rəqəm deyil, təbii ki, satış standart olmadığına görə və menecerlərin sayı standart olmadığına görə hər ay menecerlər çıxır və növbəti ay menecerlər baş menecer olur. Orada sayı dəyişilir deyə. Standart bir rəqəm deyil, amma ortalama 300, 500, 600 manat civarında maaş almış olursunuz və üstəlik bununla yanaşı sizin hesabınıza həmin hovuzdan 1%-də səyahət pulu ayırır şirkət sizə. Maaşı hər ay nağdlaşdıra bilirsiniz, amma səyahət pulu isə bir il ərzində toplanır və ilin sonunda onu istifadə etmiş olursan. Avtobonus. Avtobonus nə deməkdir? Sənin artıq 44.000 sağda, 44.000 solda PV-in var, menecer olmuşsan. Onun üzərinə 16.000 sağa, 16.000 sola PV toplayırsan və bu zaman sən bir 3.400 manat da avtobonus qazanmış olursan. Yəni, baxın, burada incəliyə baxın ki, 44.000 PV sən topladın, menecer oldun. Digər şirkətlər nə edir? 44.000-i silir, çünki sən onu istifadə elədin, menecer oldun. Burada isə silinmir. 44.000-in üzərinə 16.000 gəlirsən, 60.000 PV elədikdə sən avtobonusu da qazanmış olursan. Bir ömür boyu PV-lərimiz silinmir. Və avtobonusu da yenə də hər il bunu ala bilirsiniz. Yəni bir dəfəlik olan bir şeylər deyil.
Səyahət promoşunu da yəni təbii ki, hər birimiz səyahət eləməyi sevirik, hər birimiz gəzmək, əylənmək. Nəyə görə mən bu işə əyləncəli bir iş deyirəm? Çünki bir yerə bağlı işləmirik. Səhər 9-dan axşam 6-ya qədər gedim bir yerdə oturum işləyim deyil. Əyləncəli şəkildə biz bu səyahətə çıxırıq, yəni bu biznes səyahətinə çıxırıq və bu səyahətin içərisində biz real səyahətlər də eləyə bilirik. Cəmi 18.000 sağında, 18.000 solunda PV toplamaqla ki 10 şəxsi referansın olmalıdır. 8 gün hər şey daxil pulsuz səyahət qazanmış olursan. Çin, Ümrə, Singapur bunlardan birini seçə bilirsən. Ümrə ziyarəti bizim üçün çox dəyərli bir ziyarətdir. Bugünə qədər heç bir şirkətdə görmədiyim bir promotiondur. Tam pulsuz şəkildə bu ölkələri gedib səyahət eləyə bilərsiniz. Bu keçmiş aksiyadan bizim bir neçə liderlərimiz Dubay səyahətini qazanıblar. İnşallah ki, ora gedəcəklər. Hər birimizə qismət olsun inşallah. Və direktor olduqdan sonra isə hər ay davamlı olaraq, yəni bütün qazanclardan əlavə, zaten binar, xət bonusu, referans və müştəri bonusu, sponsor müştəri bonusu, bəli, ildə 2 dəfə olur səyahət bonusu, bəli, fərqlə vurğuladım, unutdum. Yəni 6 ay ərzində bunu şərtləri yerinə yetiririk, səyahəti qazanırıq və növbəti 6 ay ərzində təkrar şərtləri yerinə yetirib təkrar qazana bilirik. Davamlı olaraq 6 aydan bir biz bunu qazana bilirik. Və direktor olduqdan sonra isə hər ay davamlı olaraq yenə də dünya cirosundan 0,5% maşın bonusunu ayırır şirkət direktorları arasında və həmçinin bununla yanaşı da yenə də 0,5% ev bonusu ayırır ki, bu da sizin hesabınıza pul olaraq köçürülür. Yəni digər şirkətlərlə yenə də müqayisə eləmək istəyirəm. Ad çəkmədən təbii ki, mən bunu eləyirəm. Çünki digər şirkətlər nə deyir? Bir maşın aksiyası qoyurlar və maşın aksiyası üçün yəni bizim qazancımızdan verirlər o maşını bizə. Yəni hər ay mən şirkətə bir şey, o maşının dəyərindən daha yüksək bir şeylər verməliyəm ki, mən müəyyən qədər pulumdan imtina etmiş oluram, belə deyək, maşını qazanmaq üçün. Amma burada isə mən öz pulumu qazanıram, gündəlik, aylıq, illik pullarımı qazanıram. Zaten mənim o maşını, o evi alacaq qədər pulum var. Yəni bir direktorun o maşını və pulu alacaq qədər qazancı var aylıq olaraq. Amma bir də şirkət ekstradan dəyərləndirir və əlavə olaraq maşın və ev bonusu da ayırır sizin hesabınıza. Bu qədər dostlar, siz mükəmməl bir fürsətlə tanış oldunuz. Yəni dediyim kimi bugünə qədər, yəni ilk dəfə Greenleaf-i dinləyən insanlar həyatının ən gözəl fürsətini dinləmiş oldular. Dəyərləndirmək sizin əlinizdədir, seçim etmək sizin əlinizdədir. Bəhanə etməyin. Heç bir şey, bu məbləğlər paketlərdən danışdıq, rəqəmlərdən danışdıq. Hər kəsin büdcəsinə uyğun rəqəmlərdir. Amma vizyonumuzu açaq, gələcəyə baxaq, burada nələr əldə edə bilərik, bunlara baxaq, məqsədimizi yazaq, hədəfimizi yazaq və əl-ələ verək, hər birimiz ekip olaraq, komanda olaraq bu pulları bərabər qazanaq və qazandıraq. Bu qədər slaydı dayandırım. Çox sağ olun Lamiyə xanım. Aha. Çox möhtəşəm. Əla. Təşəkkür. Sualları varsa açın mikrofonları, suallar varsa suallarını da versinlər. Aha, bəli.